Aprelin 18-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Nariman Film Kino Studiyasının maliyyə dəstəyi ilə lentə alınmış Doğma Torpaq tam metrajlı bədii filminin premyerası keçirilib. Tədbirdə Mədəniyyət Naziri Adil Kərimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, kinosevərlər iştirak ediblər. Nümayişdən öncə məlumat verilib ki, Nərman filmdə istehsal edilən film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə Şuşada çəkilən ilk bədii ekran əsəridir. Filmdə Azərbaycanın yaxın tarixinin 3 önəmli mərhələsi, indiki Ermənistan ərazisində, yəni tarix Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, 1-ci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və ordumuzun 44 günlük Vətən müharibəsində şanlı qələbəsi işıqlandırılır. Qeyd olunub ki, filmdə hadisələr Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi, tarixi siyasi cəhətdən çətin və məsuliyyətli bir dövrdə 1992-ci ildə cərəyan edir. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tali onu kəşfiyyatçı Emillə qarşılaşdırır. Onlar birlikdə çətin sınaqlardan keçirlər. Bu sınaqlar zamanı Miranda Qafqaz bəbri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir. Sonra Doğma Torpaq tam metrajlı bədii filmi nümayiş etdirilib. Tariximizin mürəkkəb, eyni zamanda qürurlu səhifələrinə işıq salan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılan filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat və prodüseri Nərman Məmmədovdur. Kinolentin quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Kusakov, prodüseri Nərman Məmmədovdur. Filmdə əsas obrazları Rüstəm Cəbrailov və Alina Vorontsova canlandırıblar. Xalq artistləri Hacı İsmailov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trivonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar. Ekran əsərinin bir sıra ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı nəzərdə tutulur. Filmin ərsəyə gəlməsinə Paşa Holding, United Alliance Group, Qazelli Group, Azmate Group, CMC, Azersun Holding şirkətləri, Kaspian Enerji Klub və İTV də dəstək göstərib. Doğma Torpaq filmi aprelin 24-dən kinoteatrlarda nümayiş etdiriləcək.